Salam dostlar, bu günləri biz Linux Privilege Escalation haqqında danışacağıq. Həmişə olduğu kimi, dərsin başlanğıcında həmişə dediyimiz kimi, istifadə olunan texnologiyalar yalnız və yalnız Trahekmi və Hexabox maşınları üçün nəzərdə tutulub. Digər maşınlarda bu texnikanı istifadə etmək qəti qadağandır. Bizim əsas məqsədimiz tədris, təhsildir. Nəhayət, biz Privilege Escalation-a keçirik. Həmişə biz maşınlarda göstəririk, amma o boşluğu necə tapdığımız haqqında heç bir məlumat vermirdik. Çünki mən həmişə deyirdim ki, əgər siz Privilege Escalation-ı bilməksə, bu ayrıca bir dərsdir, ayrıca bir bölmədir, belə deyək. Biz öyrəşmişik ki, maşını enumeration edək, boşluq tapaq və onu sızma testi ilə daxil olaq. Amma bu dəfə biz adi istifadəçiyik. Mən təqdimatı açım. Burada bu haqda danışılacaq daha çox. Yəni, root, admin privilegiyasını necə əldə etmək. Burada da göstərir. Linux əməliyyat sistemində imtiyazların artırılması fundamental bir bacarıqdır. Bu prosesdə sistemin tam nəzarətini ələ keçirmək üçün ilkin istifadəçi səlahiyyətlərindən daha yüksək səlahiyyətə keçid edilir. Bu otaqda 8-dən çox müxtəlif texnika ilə təcrübə aparmaq imkanı verəcək sizə. Bu bacarıqlar niyə vacibdir? Daha çox. Parolların sıfırlanmasında, məlumatlara giriş məhdudiyyətlərinin keçirilməsi, proqram konfiqurasiyalarının dəyişdirilməsi, sistemdə davamlılıq, persistence əldə edilməsi, istifadəçilərin imtiyaz səviyyəsinin dəyişdirilməsi, istənilən admin əmrlərinin icra edilməsi. Davam etməmişdən qabaq sizə otağın bir də strukturunu göstərim. Burada hər bölmədə demək olar ki, hər maşının ayrıca IP-si olacaq. Yəni biz hər dəfə start machine edib, orada hər hansı bir boşluğu tapıb, sonra onu bağlayıb digər otağa, yəni həmin otaqdakı digər bölməyə keçəcəyik. Aha, imtiyazların artırılması nədir? Sadə şəkildə desək, bu az səlahiyyətli istifadəçinin daha yüksək səlahiyyət keçmək deməkdir. Texniki baxımdan isə bu əməliyyat sistemi və ya tətbiqlərdəki zəifliklərdən, dizayn xətalarından və ya səhv konfiqurasiyalardan istifadə edərək sistemin qadağan etdiyi resurslara giriş əldə etmək prosesidir. Bu nədən asılı olur? Kernelin versiyasından, qurulmuş tətbiqlərdən, dəstəklənən proqramlaşdırma dillərindən, digər istifadəçilərin parolları və s. Privilege Escalation, Enumeration, imtiyaz yüksəldilməsi, məlumat toplamaq. Biz pentest edəndə həmişə ilk öncə nə edirik? Məlumat toplayırıq. Və biz maşına daxil olduqdan sonra həmin maşın haqqında əlavə məlumatlar toplamalıyıq ki, biz öz imtiyazlarımızı daha da yüksəyə artıra bilək. Məlumat toplama nədir? Sistemdə ilkin giriş əldə etdikdən sonra atılacaq ilk addım enumeration, yəni sistem daxilində məlumat toplamaqdır. Bu mərhələ istər root səviyyəsində giriş, istərsə də aşağı səviyyədə istifadəçi hesabı ilə olsun vacibdir. Pentesting məqsəd yalnız sistemi daxil olmaq deyil, daha geniş imkanlara sahib olmaqdır. Post-exploitation mərhələsində məlumat toplama eyni dərəcədə vacibdir. Əsas sistem məlumatları. Hostname sistem adını göstərir, bəzən sistemin şəbəkədəki rolunu göstərir. Məsələn, SQL prod 01. Uname komandası uname/a. Kernel və sistem haqqında ətraflı məlumat verir. Kernel zəiflikləri üçün faydalıdır. Proc version kernel versiyasında sistemdə kompilator olub olmamasını göstərir. etc issue əməliyyat sisteminin hansı distributiv olduğunu göstərir. Amma dəyişdirilə bilər. Proseslər haqqında. Proseslər haqqında burada komandalar verilib, proseslərin araşdırılmasından, orada yəni hansı proqramlar işləyir, necə Windows'a Task Manager var, o cürə də burada PS komandası ilə müəyyən proqramların hansı istifadəçi tərəfindən işlədildiyinə qədər məlumat əldə edə bilirsiniz. etc passwd sistemdə istifadəçiləri göstərir. Yadda saxlayın, passwd yazılsa da orada password yoxdur, orada userların adları var.
Parollar Shadow'da olur. etc Shadow'da. History əvvəlki əmr tarixçəsini göstərir. Bəzən parollar və istifadəçi adı tapıla bilər. Şəbəkə məlumatları, ifconfig, netstat komandaları, əgər siz Linux'u bilirsinizsə, həmin komandalardan istifadə edə bilirsiniz. Fayl və kataloq axtarışları. Bax, burada prezentasiyada siz yetərincə çoxlu find komandaları görürsünüz müəyyən atributlarla. Məsəl üçün find /name flag1.txt o deməkdir ki, kompüterdə flag1.txt faylı nə varsa onu tapacaq. Məsəl üçün ən belə deyək, maraqlılarından deyək, məsəl üçün type /permission yazılır. Yəni permission icazə, hansı icazə, yəni hansı kateqoriyada icazəli faylları axtarmaq istəyirsiniz, onu yaza bilərsiniz. Əlavə fayl, yəni burada çoxdur. SUID faylları var. sudo-l environment komandaları var ki, o da bizim maşında olan ümumi məlumatları tapa bilir. Bundan əlavə avtomatlaşdırılmış əlavə məlumat toplama alətləri var. Hansılar ki, bir var siz manual olaraq axtarırsınız. Bir də var ki, müəyyən toollar var ki, o toolları siz həmin maşını yükləməklə rahatlıqla istədiyiniz məlumatı əldə edə bilirsiniz. Və burada da o proqramların adları yazılıbdır. linpeace, linenum, less, linux smart enumeration, linux privilege checker. İndi isə keçək ilk maşınımıza. İlk maşınımızın IP'sini götürürük. Aha. SSH user'ımızı yazırıq, işarəsi və IP'miz. Enter'ə sıxırıq. Yes. Password. Aha. Password 1'dir parol. Okay. Və burada artıq komandalar yazılıb. Biz burada verilən tasklara baxaq ki, tasklarda bizdən nə istəyirlər. Həmin bu gördüyünüz prezentasiyada var. Ən çox LinkedIn-dədir və tryhackme.az-da. Burada deyir ki, what is the host name target? Biz nə edə bilərik? Rename-a komandasını verməklə, baxın, birinci sualımızın cavabını tapırıq, ikinci sualımızın cavabını tapırıq. Növbəti bizdə deyir ki, məsəl üçün də əməliyyat sistemimiz bizim nədir, versiyamız nədir? Onu tapmaqdan ötürü yenə burada bir dəqiqə. Environment'da yox, environment'da tamam başqa bir şeydir. Burada görsəniz proc version var da. Deməli nə edirik? Cat proc versiya. Aha. Verdi. Növbəti bizdə hansı sualdır baxaq. Aha. Biz deməli bu şeyi etməkdən ötürü cat etc issue yazırıq. Ubuntu 14.04. Bunu da əldə elədik. İndi bizdə növbəti sual gəlir ki, biz bunu exploit'ını tapmalıyıq da və bunu. Burada deyir ki, hansı Python'dır? Python mən biləni Python/version gedir da. Hə, bu getdi. Bizə indi lazımdır deyir ki, kerneldə olan boşluğun hansı CV-yi rəqəmi istəyirlər də olar. Enter CV number. Deməli bu nə cür edilir? Biz kernel deyəndə ki verin hostname'i tapdıq. Kernelimiz nədir? Budur da 3.3. Deməli biz bunu yazırıq. Yəni bu sizə gələcəkdə lazım olacaq. Exploit tipini tapırıq. Bu qədər sadə və bəsit. Yəni bu versiyanda biz beləsinə bu sualın cavabını tapırıq. Amma gələcəkdə bunu necə istifadə edəcəyik, siz növbəti bölmələrdə görəcəyik artıq. Aha.
Biz buradakı məsələləri həll edəndən sonra biz nə edirik? Düzdür. İndi deyə bilərsiniz ki, budur. Bax, budur rəqəm. Fikir verin. CVE 1328. Cavabını tapdıq. Növbəti bizə lazım olan, deməli biz nə edirik? Biz bunu dayandırırıq. Terminate edək. Növbəti bizdə avtomatlaşdırılma haqqında danışdıq. Kernelin necə var? Bayaqları biz necə tapdıqsa kerneli. İndi onun haqqında biz daha ətraflı danışacağıq. Hələlik maşın aktivləşənə qədər biz keçək kerneldən. İmtiyazların artırılması məqsədi sistemdə root səlahiyyətlərini əldə etməkdir. Bu ya birbaşa zəiflikdən istifadə etməklə, ya da daha çox səlahiyyəti olan başqa istifadəçi hesabına keçid etməklə həyata keçirilə bilər. Tək zəiflik kifayət etmədikdə, əgər bir zəiflik birbaşa root səviyyəsinə shell vermirsə, bu zaman sistemdəki səhv konfigurasiya və ya boş verilmiş icazələri analiz olunur. Kernel, indi burada biz başlayırıq kernellə. Linux sistemlərində kernel yaddaş və tətbiqlər kimi komponentlər arasında əlaqəni idarə edir. Bu səbəbdən kernel yüksək səlahiyyətlərə malikdir. Kernel zəifliyində uğurlu istifadə exploit nəticəsində root imtiyazını əldə etmək olur. Kernel versiyasını müəyyənləşdirir. Müvafiq exploit kodu axtarılıb tapılır. Exploit işə salınır. Bu addımlar sadə görünsə də uğursuz exploit sistemi çökdürə bilər. Buna görə real testlərdə istifadə etməzdən əvvəl riskləri nəzərdən keçirmək vacibdir. Tədqiqat mənbələri. Kernel versiyasını müəyyənləşdirir. Müvafiq exploit kodunu axtar və tap. Exploit'u işə sal. Google axtarışı ilə kernel versiyasına uyğun exploitlar tapılır. CVE details. Bayaq necə biz tapdıq? Eyni şeydir. Linux exploit suggestor'dan istifadə etmək. Avtomatlaşdırılmış skriptlərdən istifadə edirik. Əlavə qeydlər. Exploit axtararkən dəqiq kernel versiyasını daxil etmək daha faydalıdır. Exploit kodunu işə salmazdan əvvəl onun necə işlədiyini başa düşmək vacibdir. Bəzi exploitlar sistemdə geri dönməz və dəyişikliklər edə bilər. Lab və CTF mühitlərində bu ciddi məsələ olmasa da, real pentest zamanı qətiyyən yol verilməzdir. Bəzi exploitlar əlavə qarşılıqlı əlaqə tələb edə bilər. Exploit faylındakı təlimatları oxumaq şərtdir. Exploit kodunun transferi, exploit kodu öz maşınınızdan hədəf sistemə ötürmək üçün öz maşınınızda simple HTTP server işə salınır. Hədəf sistemdə wget ilə faylı yükləyirsiniz. İndi isə keçək. Görək maşınımız aktivləşdimi? Deməli, biz burada indi isə biz maşınımızı açdıq, yəni ikinci maşınımızı da sırf kernellə əlaqədar olan. Biz kernel haqqında məlumat verdik. İndi kernelin exploituna baxaq ki, necə edirlər. Maşına daxil olduqdan sonra ilk öncə uname-r verdik. Biz kernelin ümumi versiyasını götürdük. Google'da axtarış verəndə birinci exploit çıxdı sırazı. Baxırıq ki, Linux kernel. Deməli, bizdə burada nə var? Fikir verirsəniz, mən əvvəlcə də dedim ki, çalışın ilk öncə skripti oxuyaq. Burada yazıb ki, indi biz burada fikir verin yazıb uname. Bu skripti beləçinə aktivləşdiririk. ID və slash. Yəni, burada artıq instruksiyası var. Skript özü avtomatik işləyəcək. Biz sadəcə nə edirik? Bir dənə split vertical eləyək. CD downloads-a girək. Məndə də burada nə var, nə gəldi var da. Tak. Deməli, biz bunu download edirik. Burada sudosu. Həmişə olduğu kimi mən skriptləri
aktiv edəndə, yəni siz bizim TryHack Me Hexabox lablarımızı görmüsünüzsə, Azərbaycan tərcüməsinə fikir versəniz, Linux maşınlarında mən skriptləri həmişə TMP qovluğunda aktivləşdirirəm. Çünki məsələn digər qovluqlarda olmur, amma TMP-də həmişə olur nədənsə. Çünki nədənsə nəyə görə deyirəm? Yəni CTF-in qaydasını beləsinə qoyublar. Həm də ki, exploitda çox vaxt sistem administratorları TMP qovluğuna heç də önəm vermirlər. Çünki orada müvəqqəti fayllar yerləşir. Deməli, bizdə yüklənməli idi 37 var. Aha. Deməli, mən nə edirəm? IP-m var. Deməli, biz Python aha. Serverimizi qoşduq. Wget edirik. HTTP IP-mizi götürürük. Yəni bu sizdə başqa IP ola bilər. 129 245 1234 /37 292.c. Okay. Komandamız deməli bizdə nədir? GCC ofs.c /o bir dəqiqə mən səhv elədim. Bizdə burada nədir? 37 292.c və elə belə eləyək 292. Faylımız nədirsə, aha, olmadı. Biz bunu chmod plus x 37 292.c edək. Hə, burada axı bir dənə də komanda var. Tak. Biz bunu yazandan sonra bizim burada parametrimiz var. 0 o 37 292. Oldu. Tak. Əvəz edəndə fikir versəniz, yəni bir dənə də chmod edək hər ehtimala qarşı. 37 292. Ay. Chmod plus x 37 292 slash nokta slash 37 292 ID yazaq, rootuq. Who am I? Root. Tamamdır. Biz bunu exploit etdik. Artıq siz oradan bayrağı götürəcəksiniz. Mən sizə bunu artıq göstərməyəcəm. Bu sizin artıq tapşırığınızdır. İndi isə keçirik sudo imtiyazlarının, yəni sudo ilə sudo əmri ilə biz necə boşluq tapa bilərik, onun haqqında məlumat əldə edək. Sudo əmri normalda istifadəçi root səlahiyyətləri ilə proqramla işlətməyə imkan verir. Bəzən administratorlar müəyyən istifadəçilərə yalnız bəzi əmrləri root səlahiyyəti ilə icra etməyə icazə verirlər. Yəni, ola bilər ki, istifadəçiyə müəyyən proqramlar var ki, sırf hər dəfə o proqramı kompüterində aktivləşdirəndə ondan sudo komandasını istəyir. Onda sistem administratoru ancaq o proqrama sudo əmrini icazə verir. Bu müəyyən problemlər yarada bilər və git-of-beans github.io deyilən bir web sayt var, hansında ki siz rahatlıqla həmin boşluqları hamısıyla belə deyək, məlumat ala bilərsiniz də. İndi gəlin baxaq görək bu necə olur. Yenə SSH, aha. Biz IP-mizi yazırıq. Ha, bu serverimizi ləğv eləyək. Okay. Yes.
Aha. Burada ilk önce deyir ki sudo dash l komandasını yerinə yetirin ki onun haqqında məlumat əldə edək. Sudo minus l. Aha. Biz artıq burada 3 müəyyən proqram haqqında məlumat əldə edirik ki, bu proqramları da əlbəttə ki sudo ilə istifadə etmək olur. Burada da müəyyən skriptlər haqqında məlumat verir. Burada sual verilir ki, neçə proqram var? Bu 3-dür. Aha. İndi biz bayrağı tapmalıyıq. Bu sualın cavabı asandır. Və Frank'ın parolunu tapmalıyıq əlbəttə ki. İndi biz birinci gördüyümüz bu find'dir. Biz nə edirik? GitOfBeans GitHub.io daxil oluruq və bu saytda yazıcı komanda find. Find yazan kimi elə sudo sıxırıq. Bizə privilegiyamızı qaldırmaq lazımdır. Bu saytda bütün ola biləcək proqramların boşluqları haqqında məlumatlar var. Elə burada da göstərib, yəni burada ən rahatıdır. Komandanın yerinə yetirirəm. Who am I? Mən rootam. Burada bayrağı tapmaq o artıq sizin problemdir. Hash-ı necə tapırlar? Yəni mən rootamsa, mən o demək deyil ki, mən artıq rahatlıqla parolları görə bilərəm. Mən parolun hash-ını görə bilərəm. Bu da necə olur? Biz yazırıq cat etc shadow. Buyurun. Bizə lazım olan Frank'dir. Bu da Frank'ın hash-ı. Bu qədər asandır. İndi mən bunu dayandırıram. Bu daha asan da oldu, belə deyək də. Növbəti bizdə gəlir 7-ci. Bu ən uzun videolarımızdan olacaq. Çünki privilege escalation çox uzun və geniş bir mövzudur. Yəni əslində orada 50 dəqiqə yazıb, amma privilege escalation özünün kursu var, belə deyək. Biz indi SUID haqqında məlumat istəyəcəyik, alaq. Sudo haqqında aldıq. İndi SUID nədir və necə istifadə olunur? Linux sistemlərinə imtiyazların idarə olunması əsasən istifadəçilərlə fayllarla arasındakı qarşılıqlı əlaqələri, icazələr vasitəsilə tənzimlənməsi həyata keçirilir. Bildiyimiz ki, fayllara oxuma, yazma və icra icazələri verilir. Lakin SUID və SGID kimi xüsusi icazə növləri bu qaydanı dəyişir. Bu atributlar bir fayl icra olunarkən onun sahibinin və ya qrup sahibinin hüquqları ilə işləməsinə imkan yaradır. SUID necə tanınır və tapılır? Fikir versəniz, əvvəldə danışılmışdı. Məsələn, find type permission devnull da bu o deməkdir ki, yəni lazım olmayan cavabları boşluğu açsın. Yəni bu komandanın yerinə yetirməklə biz rahatlıqla SUID-ni tapa bilərik. Yəni copy edirik məsələn. İndi növbəti maşınımızın açılması. Tak. 102 195. Benim kompüterimdə problem yaşandı. Üzürlü sayın. Tak, 10 102 195. Okay. Yes. Aha, maşın açıldı. Clear edək. Okay. Bu komandanın yerinə yetirməklə maşında ola biləcək SUID-lər tapılır. Bin mount big. İndi bizdə burada burada da deyir ki yenə də GitOfBeans
web saytına müraciət edə bilərik. Çünki burada gördüyümüz müəyyən komandalar, proqramlar var ki, biz onun hesabına rahatlıqla artıq növbəti mərhələyə keçə bilərik. Great Comic, bu asandır bu cavabı tapmaq. İkinci user'ı tapmağın parolunu istəyir və bayrağı istəyir. Deməli, bu parolu tapmaq üçün necə əldə edəcəyik biz hamısını? Deməli, birinci sualı biz necə tapırıq? Birinci, cat etc pass wg. Biz burada artıq user'ları görürük və sonra nə deyilir? Which user shares the name of the great comic book writer? Bu da Jerry Conway'dir. Yəni belə baxanda heç o başqa cür də qoysaydı sualı, burada ancaq 1, 2, 3 real user var da, yəni o qədər də dərinliyə getməyə ehtiyac yox idi. İndi növbəti mərhələsi user 2 var. User 2-nin paroluna baxmaq istəyirik. Biz cat etc shadow yazaq. Fikir versəniz, permission denied'dir. Yəni permission denied o deməkdir ki, siz bu məlumatı əldə edə bilməyəcəksiniz. Aha, biz SUID-ni, deməli find type permission SUID, yəni bu komandanın yerinə yetirdikdən sonra burada bizdə böyük bir siyahı var. Bu siyahıda base 64. Bizim hədəfimiz bu sətirdir. Nə cür olur? Yəni normalda brute force kimi edirlər də, belə deyək, və yaxud da ki LinPass proqramının daha asandır bunu tapmaq. Biz base 64'ü necə find yazmışdıqsa base 64 yazırıq. Aha. Fikir verirsiniz. Elə daxil olaq, görək burada hansı komandalar var. SUID-də hər ikisində fikir versəniz, demək olar ki, eynidir. Bizdə indi SUID boşluqdur deyə. Biz bunu yazırıq, bu sətri. Çünki burada yazılır ki, file to read. Bizə lazım olan nədir? etc/shadow. Bunu etdik. Növbəti mərhələdə biz nə yazırıq? Biz yazırıq base 64 etc/shadow. Həmin pipeline qoyuruq. Base 64 //decode enter. Buyurun, biz user 2'nin parolunu tapdıq. Yəni nə cür? Biz bu hash-ı götürüb John Reaper ilə deşifrələyirik. Yəni onu mən deyirəm, mən sizə bunu izah etməyəcəm. Çünki bizim bu modulumuz əsas işi enumeration'dır. Və onun da əsasında siz artıq növbəti 2 sualın cavabını tapırsınız. Password'ı da tapırsınız. Yəni password 1 yazandan sonra əlbəttə ki, bayrağı da tapacaqsınız. Aha. Biz indi privilege escalation capabilities'dən danışacağıq. SUID-dən danışdıq. Aha. Capabilities nədir? Sistem administratorları bir prosesin və ya proqramın imtiyaz səviyyəsini artırmaq üçün müxtəlif metodları istifadə edə bilər. Bu metod imtiyazların daha incə və idarə olunan şəkildə verilməsini təmin edir. Məsəl üçün nümunə yazılıb. SOC Analytics-ə soket bağlantısı qura bilən bir alətdən istifadə etmək lazımdır. Sadə istifadəçi bu funksiyanı yerinə yetirə bilməz. Sistem administratoru həmin istifadəçiyə tam root imtiyazı vermək istəmir. Bu halda həmin alətə binary capability təyin edilir və o bu funksiyanın imtiyaz artımı olmadan yerinə yetirə bilər. Digər mövzulara biraz oxşardır. Capabilities alətlərindən getcap-r, getcap-r dev null komandalarını çox yuxarı getdim. Məsələn, bu komandanı götürüb biz növbəti maşınımızı açmışıq. Tamamdır. Komandanı verdik və hansı proqramların istifadə olunduğu göstərilir. Bizdə burada nə göstərir? How many binaries 6-dır. What other binary can be used through capabilities? View-dur. Aha. Deməli, view bizdə hardadır? View bizdə bax buradadır. Deməli, nə edirik birinci? İlk öncə
Biz götürürük. CD. Bu qovluğa daxil oluruq. Aha. PWC eləyirik, Ubuntu-dayıq. LS edirik. Flag var, view var. Biz cat flag.4 txt etsək, hə, mən artıq imtiyazı etmişəm deyə ona görədir. Belə olmamalıdır əslində. Hə, root. Biz root deyilik. Biz hələ ki istifadəçiyik. Bizə root lazımdır. Root'u əldə etməkdən ötürü biz nə edirik? View var. View varsa, aha, capability-sə yazırıq. View seçdik. Capability. Bu sətri götürürük. Amma baxın, mən burada ID yazanda fikir verirsiniz, mən useram da hələ ki. Sadəcə fikir verin. Bu köhnə skriptlər update olunmur. Bəzən olur ki, bu köhnə maşınlar üçün Python 2 ola bilər. İndi bizdə 3-dürsə biz 3 yazırıq. Bunu yazmaq mütləqdir. Yəni özünüz yoxlaya bilərsiniz. Sadəcə py yazsaz olmayacaq. Enter-ə sıxırıq, gözləyirik. Tamamdır. ID yazsam, who am I? Rootam. Bu qədər sadə və bəsit. Aha, indi mən maşınımı dayandırıb növbəti bölməyə keçirəm. Aha, biz cron tab-a keçirik. Yəni imtiyazların artırılması. Cron jobs nədir? Cron jobs müəyyən vaxtlarda skriptlərin və ya proqramların avtomatik işlənməsini təmin edən sistem mexanizmidir. Bu tapşırıqlar adətən onları yaradan istifadəçinin səlahiyyətləri ilə işləyir, cari istifadəçinin yox. Yəni, məsələn, müəyyən bir skripti müəyyən saatlarda işləyir də, belə deyək. Və siz saat ola bilər, gün ola bilər. Məsəl üçün də tutaq ki, sizə lazımdır ki, serverləriniz ayda bir dəfə update olunsun. Və axşamlar, heç kəs işləməyəndə məsələn. Siz bunu hər dəfə axşam girib etməyəcəksiniz axı. Sizə lazımdır ki, bunu müəyyən vaxt edəsiniz də. Hə, onda sizə lazım olacaq cron jobs. Cron jobs burada sizə müəyyən vaxtlar üçün skriptləri özü aktivləşdirə bilər. İndi isə keçək maşınımıza. Mən artıq aktivləşdirmişəm. Bizdə burada nə var? Cat etc cron tab. Aha. Bizdə burada göstərir ki, backup sh var, antivirus sh var, tmp-də testpy var, backup sh var. Aha. 4 dənə skriptimiz var. Və bu skriptlər burada da göstərir ki, onu nələr etmək olar. Listener aktivləşdirilir. Aha. Tamamdır. Biz deməli ilk öncə nə edəcəyik? Biz cron tabımızı tapmışıq. İndi cron tabı içində olan skriptlər bilirik hardadır. Məsəl üçün burada antivirus. Gəlin bura girək birinci. Görək burada nə var. Biz skripti oxumalıyıq əvvəlcə ki, görək ümumiyyətlə skriptdə nələr yazılıb. Qətə giririk. Hə, burada qeyri-adi bir şey yoxdur. ls cgtmp cat ls-ə girək. ls-ə də qeyri-adi bir şey yoxdur. ls-ə testpy əslində tmp-də göstər, amma yoxdur. Okey. Biz burada nə edəcəyik? Deməli bizə ref shells lazımdır. Biz cd bura daxil olaq. ls nano backup.sh-ə girək. Aha, biz burada deməli bu faylı dəyişə bilirik. Biz bunu dəyişə biliriksə, əlbəttə ki, bura biz öz skriptimizi də yaza bilərik də, düzdürmü? Reverse bir dənə shell yazaq. Məsələn. Baş. Okey, bizim IP-miz 10 21 129 245. Okey.
Copy edirik, yerləşdiririk. Enter. Çumot dedək də. Backup.sh. Hə, çumot plus x. Axşam olanda o beləçin olur. Otaqlar da çox olanda əlbəttə ki, hamısını yazmağa həm vaxt lazımdır, həm də resurs. Tak. Biz burada listenerimizi aktivləşdiririk və girdik. Yazırıq who am I? Mən Rutam. Tamamdır. Deməli, deməli, biz bu maşını da söndürməliyik indi və növbəti maşınımıza keçək. Ona görə mən hər dəfə pauzaya sıxıram. Ola bilər ki, kimlərsə saata baxır, kimlərsə deyir ki, niyə hər dəqiqədən bir. Mən pauzaya sıxıb müəyyən vaxtdan sonra təzən davamını edirəm. İndi isə növbəti biz otağa keçirik. Otaq dayanındakı, yəni otağın içindəki otağa Privilege Escalation Pass. Dəyişəni vasitəsilə imtiyazın yüksəldilməsi. Pass Linux əməliyyat sistemində bir mühit dəyişənidir. Variables kimi də belə deyək. Bu dəyişən sistemə göstəriş verir. Hər hansı bir proqram və ya əmr işə salındıqda onu hansı qovluqlarda axtarmalıyam. Bu haqda məlumat verir. Məsələn, terminalda TCM yazsaq, sistem pass daxilində olan qovluqları tək-tək yoxlayacaq. Təhlükə hardadır? Əgər pass daxilində olan bir qovluqda sizin istifadəçiniz yazma hüququ varsa, bu çox təhlükəli ola bilər. Praktik nümunədə sistem TCM adlı proqram işə salmaq istəyir. Pass dəyişənindəki qovluqlarda TCM adı icra oluna bilən fayl axtarılır. Əgər bu qovluqlardan biri sizin tərəfdən yazıla bilirsə, ora öz proqramınızı yerləşdirə bilərsiniz. SUID bit ilə təchiz olunmuş bir skript və ya proqram, yəni root hüququ ilə işləyən həmin qovluqdakı saxta TCM faylınızı işlədəcək. Nəticədə sizin proqramınız root səlahiyyətlərini icra olunacaq. Yoxlamaq üçün echo pass yazılır, find writable. Echo pass yazaq. Birinci. Aha. Növbəti bizdə gəlir. Find writable. Yəni yazıla biləcək. Təmizlənmiş versiya üçün budur. Skript hazırdır. Aha. Baxırıq. Dev, run, user, lib, crash və s. Növbəti bizdə gəlir export pass. Aha, TMP ola bilər. Pass yəni qovluq əlavə etmək, icra ediləcək addımlar, TMP kimi yazıla bilən qovluq tapılır. Orada TCM adlı bir proqram yerləşdirilir. Bin baş əlavə edilir. Çumot, pass dəyişən əlavə olunur. İndi root hüququyla çalışan bir skript TCM proqramı çağırıldıqda sizin TCM faylınız işə düşəcək və root hüquqlarını malik olacaqsınız. İndi bunu təcrübədə necə olduğunu göstərəcəm sizə. Aha, bizdə birinci deyir ki, what is the odd folder you have right for access? Home müdrikdir, yəni artıq cavabı tapılıb. Necə edirik? cg home Murdoch. Okay, ls edirik. 2 dənə skriptimiz var. Clear eləyək. Aha. ls edək. Dollar pass edək. Okay. Bizim növbəti, deməli, biz flag altını tapmalıyıq. Digər qovluqdadır. Biz sadəcə olaraq root olmalıyıq ki, həmin faylı oxuya bilək. Bunun üçün nələr ediləcək? İndi ardıcıl olaraq biz başlayacağıq araşdırmağa. Biz burada, məsələn, test etsək, deyəcək ki, TCM not found. Düzdürmü? Deməli, biz nə edirik? Biz artıq baxmışıq.
TMP papkasına girməliyik. Belə bir şey edirik də. Tak. Echo pass ve echo. Dollar işarəsi pass. Okay. Export. Pass. Bərabərdir. TMP $2.dollar pass. İndi echo dollar işarəsi pass versək. Aha. Növbəti. Biz daxil olmalıyıq TMP papkasına. Əla, eləsədək. Burada hər şey normaldır. Biz burada THM faylı yaratmalıyıq. Echo 1005 THM Chmod THM edirik. LS3L THM. Okay. Yenə təzədən CD home Murdoch idi da. Murdoch. Olduq root. Bu biraz qəliz mövzudur. Siz burada Linux'un pass nəyə yarayır? Mən sizə bunu 2 dəqiqəyə izah elədim, amma siz bunu araşdırmalısınız. Bu Linux'un arxitekturası haqqında məlumatınız olmalıdır ki, siz növbəti mərhələdə bu nə proseslər etdiyimi anlaya biləsiniz. Bizim növbəti bölməmiz Previous Escalation NFS haqqındadır. Qısa bir məlumat verim. İmtiyazların artırılması təkcə daxili sistemə girişlə məhdudlaşmır. Bəzən sistemdə paylaşımlar, qovluqlar və uzaqdan idarə etmə interfeysləri SSH, Telnet, root səviyyəsində səlahiyyətlər əldə etməyə imkan verir. Bəzi hallarda bir neçə metodun birgə istifadəsi tələb oluna bilər. Məsələn, sistemdə root istifadəçisinə aid SSH açarının tapılması və bu açarlar sistemə birbaşa root kimi qoşulmaq mümkündür. CTF və imtahanlar üçün aktual vektor. CTF yarışlarında və praktiki imtahanlarda daha tez-tez rast gələn metodlardan biri səhv konfigurasiya edilmiş şəbəkə shell'dir. Bu metod bəzi real istifadələrdə, xüsusilə ehtiyat nüsxə sistemləri olan şəbəkələrdə tətbiq oluna bilər. NFS nədir və hansı rolu oynayır? Network File Sharing. Şəbəkədə fayl paylaşımına imkan verən bir xidmətdir. Onun konfigurasiya faylı etc export yolunda yerləşir və bu fayl adətən istifadəçilər tərəfindən oxuna biləndir. Bu metod əsasən diqqət edilməli detal no root squash opsiyasıdır. Normalda NFS root istifadəçisinin NFS nobody kimi göstərir və faylların root səlahiyyətləri ilə işləməsinin qarşısını alır. Amma bu opsiya aktiv olduqda root istifadəçisi öz səlahiyyətlərini saxlaya bilir. Hücum addımları necə olur? Paylaşılan sahələrin araşdırılması, enumeration, hücum edən sistemdə mount edilən sahələr müəyyən edilir. Mount prosesi exploit hazırlığı, no root squash olan paylaşılan sahə hücum edən maşın mount olunur. Bu sahədə sadə C proqramı yazılır və məqsəd bu proqramın root səlahiyyəti ilə binbaş işə salınmasıdır. SUID bit təyin edilməsi. Proqram kompilyasiyası olunduqdan sonra ona SUID bit verilir. Bu proqramın root səlahiyyətləri ilə icra olunmasını təmin edir, icra və nəticə. NFS paylaşımı vasitəsilə yaradılan fayllar artıq hədəf sistemdədir. Çünki fayllar mount olunmuş sahədə yaradılıb. Bu sahədə ayrıca transferinə ehtiyac qalmır. Axırıncı slaydımızdır.
İndi burada nədir? Biz maşındayıq, düzdürmü? Cat etc export. Aha. Baxırıq ki, no root squash harda var? Var. Backup'da. Share folder'da. Aha. Bax, bura daxil olaq da. Görək burada nədir? cd. Okey. Bomboşdur. PW edirəm. Share folder'dayam mən artıq. Okey. Növbəti bizdə nə gedir? Deyir ki, mən üçün də öz maşınımızı gəlin belə eləyək də. cd mount'a girək. MNT gedir də. Hə. PWG ls. Hə, burada səhv eləmirəmsə bir dəfə Canobin NFS ls. Okey. Hə. Tak. Bizdə burada deyir ki, komandanın yerinə yetirək. Show mount -e maşınımızın IP-si nədirsə o. Maşınımızın IP-sini götürürəm. Enter'ə sıxıram. Biz indi enumeration ilə məşğuluq da. Burada da göstərir ki, home Ubuntu tmp backup var. Okey. Növbəti nə deyir bizə? Deyir bir dənə tmp papkasında belə bir şey yarat. Mount rw. Aha. Bu bizim skriptimizdir. Biz maşında artıq nə ediriksə avtomatik olaraq orada qoşulmalıdır. Takdir how many mountable 3'dür. How many shares nodes 3'dür. Target okay flag. Bu biraz digərlərdən biraz qəliz mövzu olduğuna görə indi başlayaq biz araşdırmağa. Nə edəcəyik? Təəssüf ki, məndə maşında müəyyən problemlər yarandı. İkinci dəfə yenə restart edəndən sonra artıq mənim kalimdə belə deyək, müəyyən komandaları yerinə yetirməkdə problem yaşadım. Sadəcə olaraq göstərir ki, nə edilir? İlk öncə tmp qovluğuna girilir, bir qovluq yaradılır. Sonra bu qovluğa daxil olursunuz. Nano test. Bu skript yazılır da, belə deyək. Skript bundan ibarətdir. Bu adi bir exploit'dır. Bu edilməmişdən qabaq, daha doğrusu biz test C-ni yaradandan sonra bu komandanın yerinə yetiririk. Bu nə deməkdir? Sudo mount -o rv 10 195 69 2 nöqtə Ubuntu share folder, yəni bizim target maşınımızın və bizim qovluğumuz, hansı qovluq ki, həmin o sistemə share olacaqdır. Yəni elə bir ki, flashkanı o serverinə taxırsan. Elə bir şeydir. Bundan sonra biz C skriptini aktivləşdiririk. Lokal maşınımızda ona chmod plus s veririk və paralel olaraq bu gedəndə avtomatik olaraq burada da olmalıdır. Amma nədənsə məndə ikinci mount işlədiyinə görə bu minnətsə Kalidə məndə problem yarandı. Yəni bu mount komandası tam yerinə yetirilmədi. Sadəcə burada siz bunu edəndən sonra /test edəcəksiniz və avtomatik olaraq siz root aksesini alacaqsınız. Bu danılmazdır. Sadəcə olaraq mənim avadanlığım biraz köhnə olduğundan Kali atır, təzədən qoşuluram. Orada bir problem olmur. İndi isə biz təcrübəyə başlayırıq. Biz ən axırıncı maşınımızı aktivləşdiririk. Aktivləşdirəndən sonra bizim əsas məqsədimiz boşluqları tapmaqdır. Dəstə keçdiklərimizin hamısına nəzəri olaraq bir daha belə deyək, mərhələ brute force kimi enumeration etsək, bizdə belə bir şey çıxır. Gördüyünüz kimi base 64 həmişə olduğu kimi yuxarıdadır. Biz artıq bu exploit'in necə olduğunu bilirik. Yəni çox sadədir belə baxanda. Sadəcə olaraq base 64 edib, aha. Biz missinin parolunu tapırıq. Bunu siz edəcəksiniz. Mən parolu bilirəm, amma deməyəcəm videoda. Sadəcə olaraq su missi edib
Tamamdır, mən missiyam. Tak, PWG. Aha. CG. Home Messi. Aha. Burada siz tapacaqsınız flagı, yəni məndə onsuz da göstərir, amma bu sizin artıq missiyanızdır. Mən sadəcə privilege escalation edirəm. Mən bir istifadəçiyə keçdim, yəni bir istifadəçinin parolunu tapdım. İndi sadəcə olaraq sudo -l edirəm, ən primitivini deyək də. Görürsünüz, burada yazılıb find. Git binsə find yazıb sudo yazsam. Bu da komandası. Tamamdır. Who am I? I am root. Ümid edirəm ki, dərs bitdiyinə görə, həmişə dərsin əvvəldə dediyim kimi, sonda da demək istərdim ki, dərslər yalnız tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. Sadəcə məndə problem NFS-də, yenə Kali Linux maşınında oldu. Amma texnikanı göstərdim sizə necə etmək lazımdır. Digər maşınlarda istifadəsi qəti qadağandır. Əgər sizin video xoşunuza gəlsə, bəyənin, komment yazın, dostlarınızla paylaşın. Kiber təhlükəsi üzrə biliklərinizi daha da möhkəmləndirin. Bu ən uzun videolardan biridir. Ümid edirəm ki, yardımcı oldu bu videolar sizə. Gələn görüşlərə dək.